insanların uzun ömürlülüğü artıb, tibbi və sosial əlçatanlığı artıb. O baxımdan da insanların demək pensiya gec yaşda çıxması münasibdir. 5 və üstə 5-dən çox yuxarı uşağı olan analar isə artıq 60 yaşından pensiyaya çıxa bilər. Və bu onu deməyə əsas verir ki, demək həm də pensiya yaşının artırılmasına səbəb anaların az uşaqlı olması da rol oynayır. Pensiyanı elit 65 yaş yaşayan var indiki zamanda. 12 ildə deyir hər bir insan pensiya almalıdır. Bu vurur 77 yaşa. 77 yaşayan var ki 50 yaşa çatan yoxdur bu saat, bu zamanədə. 90 yaş yaşayan orada Milli Məclisdə oturanlardır. Qara çürüdən yeyirlər bu qara cəmaat, amma çörək tapır yeməyə. Haramları olsun. Heç sağ yeməsinlər. Bu millətin, bu uşaqların haqqını yeyirlər. Qocaların pensiyasını yeyirlər. Əlillərin müavinətlərini yeyirlər. Haram xoşlar olsun. Heç sağ yeməsinlər.